Bəli, qeyd etdiyiniz kimi, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Goranboy rayonunun Sarov kənd sakini Rauf Əhmədov 33 ildən sonra nəşi Ağdərə istiqamətində tapılaraq bugün ailəsinə təhvil verilir və bir neçə saatdan sonra şəhidimizin dəfn mərasimi keçiriləcək və biz hal-hazırda şəhidimizin doğulub boya-başa çatdığı ailəsindəyik və bizə bacısı ətraflı məlumat verəcək Yasəmən Əhmədova. Yasəmən xanım, xoş gördük. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Qardaşım 1993-cü ildə, mart ayının 2-sində Ağdərə ətrafında gedən döyüşlərdə qəhrəmancasına döyüşüb, orada yaralanıb, orada da itkin düşdü. 33 ildən sonra bugünə də şükür oxuyuruq ki, qardaşımın nəşi tapılıb. Bizə təhvil verilir. Heç olmasa ürəyimiz təskinlik tapar ki, qardaşımın bir məzarı var. Hər il martın 2-si biz bilmirdik. Gedək qardaşımı hardanaq, harda axtaraq, atamın, anamın qəbri üstünə gedirdik. İndi bilərik qardaşımın bir məzarı var, gedərik məzarın üstünə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. 44 günlük müharibədə döyüşən şəhidlərimizə də Allah rəhmət eləsin. Onlar bizim Birinci Qarabağ müharibəsində şəhid olan şəhidlərimizin qanını aldılar, torpaqlarımızı azad elədilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəfalarını versin. Prezidentimizə də təşəkkür edirik ki, bu DNA testini keçirtdilər. Qardaşımın heç olmasa nəşi tapıldı, bizə verildi. Çox şükür, bugünə də şükür oxuyuruq. Allah rəhmət eləsin, sağ olun. 1969-cu ildə Goranboy rayonunun Sarov kəndində anadan olan Rauf Əhmədov 1992-ci ildə Qarabağda gedən qızğın döyüşlərdə iştirak etmək üçün ilk öncə Qazax batalyonuna yazılır və daha sonra 1993-cü ildə Qarabağda gedən döyüşlərdə yaxından iştirak edir. Qeyd edim ki, şəhidimizin döyüş yolu Murovdağ, Xüzuli, Ağdərə, Ağdam rayonları istiqamətində gedən döyüşlərdə də şücaət göstərmişdir. Cəmi şəhidlərimizi rəhmətlə, hörmətlə anırıq və bir neçə dəqiqədən sonra qeyd edim ki, Rauf Əjdəroğlu Əhmədov rayon ictimaiyyətinin, eləcə də şəhidin ailəciləri tərəfindən dəfn mərasimi həyata keçiriləcəkdir məhz Sarov kənd qəbirstanlığında. Bizim hələ ki çatdıracaqlarımız bunlardan ibarət idi. Buyurun, söz yenidən sizdədir.